Bugün istifadə etdiyimiz bütün texnologiyanı sadəcə bir riyazi hesablama ilə tamamilə məhv edən o sirli düstur hansıdır? Təsəvvür edin ki, müasir dünyanın ən mürəkkəb cihazları, smartfonlar, süni intellekt, kosmik gəmilər və hətta bank sistemləri əslində 2300 il əvvəl yaşamış bir riyaziyyatçının tapdığı sadə bir məntiqlə işləyir. İskəndəriyyəli Evklid öz dövründə sadəcə bir riyaziyyatçı idi. Lakin o, fərqində olmadan bugün bütün rəqəmsal dünyamızı şild altında saxlayan qoruyucu qalxanın təməlini qoydu. Söhbət sadə ədədlərdən gedir. Sadə ədədlər yalnız özünə və vahidə bölünən rəqəmlərdir və riyaziyyat dünyasının atofilləri sayılırlar. Düzdür, ilk baxışda çox darıxdırıcı görünə bilər, amma dərindən baxanda bugün internetdə etdiyimiz hər bir təhlükəsiz alış-veriş, göndərdiyimiz hər bir mesaj məhz RSA şifrələnmə alqoritmi sayəsində qorunur. Bu alqoritm iki nəhəng sadə ədədin bir-birinə vurulması prinsipinə əsaslanır. Kompüterlər üçün bu iki ədədi bir-birinə vurmaq nanosaniyələr çəkir. Lakin alınmış nəhəng hasili yenidən öz vuruqlarına ayırmaq dünyanın ən güclü superkompüterləri üçün belə minlərlə il vaxt apara bilər. Yəni, rəqəmsal təhlükəsizliyimiz tamamilə bu riyazi asimetriyadan asılıdır. Əgər bir gün hansısa bir dahi və ya kvant kompüteri bu nəhəng ədədləri saniyələr içində vuruqlarına ayırmağın qısa yolunu, yəni gizli düsturu tapsa, dünyadakı bütün şifrələr eyni anda qırılacaq. Bank hesabları sıfırlanacaq, dövlət sirləri ifşa olunacaq və rəqəmsal sivilizasiya bir saniyədə çökəcək. İşin ən qorxulu tərəfi isə budur ki, bəzi riyaziyyatçılar bu düsturun artıq tapıldığını, layihənin gizli laboratoriyalarda bir silah kimi saxlanıldığını iddia edir.